Salam dostlarım, evimdə bugün bu videoda yeni telefon zarafatı ilə qarşınızdayım. Bugün qız dostlarıma zəng edəcəm. Bu gecəni sizdə qala bilərəm deyəcəm. Həm yoxlayacağam, həm də biraz trollayacağıq. İdeal bir görək nə reaksiya verəcəklər. Həqiqətən deyirəm, mən özümə maraqlıdır. Görəm bizi küçədə qoyub bizi iddiaya yem edəcəklər, yoxsa evlərini alacaqlar. Video keçməmiş öncə bir şey demək istəyirəm. Hələ də video like atmamısınızsa, aşağıdan video like atıb kanala abunə deyilsinizsə, aşağıdan kanala abunə olub bildirişləri, yəni zingrom, onu mütləq açmağı unutmayın. Abunə olduqdan sonra bildirişləri açmasanız, abunə olmağınızın bir əhəmiyyəti, bir önəmi, bir dəstəyi yoxdur. Aşağıdan kanala abunə olub bildirişləri mütləq açın ki, hər atdığım videodan sizə anında bildiriş gəlsin. Aşağıdan çıxan Instagram adresimi də follow atmağı unutmayın. YouTube'da aktiv olmadığım vaxtlar Instagramda aktiv olun. O aşağıdan çıxan Instagram adresimi gəlin. Mütləq follow atmağı unutmayın. Bütün şəkillərə like eləyin. Like. Aktarım məsələn. İndi isə sözü çox uzatmadan keçək videoya. Çox tema olacaq. Keçdik videoya. İndi isə yığıram qıza. Alo. Salam. Salam. Birincisi salam. Necəsən? Yaxşıyam, sən necəsən? Mən də yaxşıyam. Bu sualı mən sənə verməliydim. Əşim, mən sən fərqlər verdiyim sual. Çap çap. Nə var, nə yox? Necə geçdi? Yaxşıyam, mənim də dərslər zad olur. Belə yorğunçuluq. Səndə nə var, nə yox? Necə gedir işlər? Məndə heç yaxşı getmir. Niyə ki, nə olur? Necə deyim? Neynəmisən? Məzəndən keçirəm söhbətə. Siz o sırada aşağıdan kanala abunə olub bildirişləri mütləq açın. Çap çap. Mən evdən dalaşmışam. Evdən sıxıntılarım. Evdəkilərlə? Yox, evlə dalaşmışam, evlə. Hə, evlə dalaşdım, bəs qapı açılmadı. Evə söz atmış, bəs niyə qapı açılmır falan. Sən necə evsən zət? Zarafat eləmə qurbanın olsun. Kimdən dalaşdım? Mama ilə zaten dalaşmışam. Mama papa ilə dalaşmışam. Vəziyyət heç o deyil də, başa düşdün necə? Nə olub bəs? Neynəmək lazımdır? Birazdan evdən çıxacam. Yəni paltarlarımı falan yığmışam. Hara gedirsən? Bilmirəm. Əslində ona görə yığmışam. Nə olub ki? Necə kömək edə bilərəm ki? Şey deyim, bu gün sizdə qala bilərəm gecəni. Bizdə Hə, sizdə qala bilərəm. evdəkilərlə danışım gərək birinci. Belə mən Evdəşən isə soxulun divan altına yatımda görməyəcəklər. Evlə danışsan qoyacaqlar ki, indi çox pis sıxışmışam, bilmirəm nə edeyim. deyərəm, yəni evdə belə bir problem olub da, yəni məncə qoyarlar. Divanın altında, nə bilim, koridorda, tuvaletin yanında zaten belə. Bu nə danışır ha bu? Bütün belə yazıq adam belə. Yazıq. Bəli, mən çox yazığam. Çox o qədər yazığam ki, yəni elə yazıq. Yox, dəhşət, Çox. dəhşət. Bəs nə? O qədər yazığam, o qədər mələk, o qədər safam, o qədər yaxşıyam. Özümüzü aldatmayaq. Aktarım məsələn. Şəmsizlər bir kənara alınar. Sən Çox ciddiyəm. Həqiqətən ciddiyəm. evdəkilərlə danışım, deyim bəs belə dostum var. Qoymasalar gəlin divanın altında gizlin yatım da, tuvaletin yanında zətdə. Çap çap. Qoymasalar mənim dostlarımdan falan bir yer taparıq, yəni narahatlanma çöldə Hə, qoyma. onların divanın altına yataram, yaxşı. Vəziyyətdə zarafat edirsən. Böyümüsən sən, hə, böyümüsən hə. Qızlıq az. Qız yox ha, qız. Çap çap. Böyümüsən hə, sən mənə kömək edirsən hə. Zarafat edirəm, mən heç kisədə qalmamışam, yəni dalaşmamışam, video çəkirdim. Ayda. Ayda. Qulaq, alınlar sizdə qalmaq zarafat edirəm, video zat deyil. Qərar verdi sən, zarafat edirsən yoxsa Alınlar sizdə qalmaq, ciddiyəm. Yoxsa danışacaq sən xəbər eləyər. Məzələrlə videodur. Aktarım məsələn. Sən məndən bayaqdan məzələnirdin, hə, şərəfsiz. Həqiqətən şəms, çox sağ ol kömək elədiyin üçün. İndi isə TikTokda səhifələrə düşmək səbəbim olan Ulyana xanıma yığıram. Bəli, həmin o sarışın qıza yığıram. Çap çap. Görək bizi belə qoyub dərə yem eləyəcək yoxsa yox. Başdan ha. Qarnını nə yığırsan, köp yoxlu. Alo, Ulyana necəsən, nə var, nə yox? Yaxşıyam, Melibin, sağ ol. Sən necəsən? Nə edirsən, bekarçılıqdır? Bir kərə belə televizora baxırdım. Həmişə kimi bekar Sən xanım. neynirsən? Mən də işlə uzanmışam evdə. Biraz Yox, bekar deyiləm. Mən həmişə bekar olmuram. İstirahət edirəm. işgüzar xanım, işgüzar xanım. Ay maşallah. Mən də işlə evdəyəm. Bekarçılıqda amma biraz vəziyyət o deyil. Necə deyim? Tanıram əslində demək, amma deyə biləcəyim bir ilk qız sənə ağlıma gəldi. Əslində oraya dedim, yığım sənə. Deməyinə. Prosta bəyəniyə danışırsan ki. Vəziyyət o deyil də, yəni necə deyim, yəni sıxıntıdayam əslində. Liana, mənim evdən problemlərim var biraz. Aha. Evdaşlarımla dalaşmışam, mama ilə falan. Bildiyin dalaşmışam da, yəni. Bu gecə qalacaq yerim yoxdur. Birazdan da evdən çıxacağam. Bütün oğlan dostlarıma falan hamısına demişəm, heç birində yəni alınmırlar. Birinin qonağı var, biri ümumiyyətlə evdə deyil. Çap çap. Başa düşdüm düşməyinə. Prosta ki, indi adam hər dalaşanda durub evdən çıxmır da. Evdən niyə çıxırsan ki? Yox, evdən bilsən niyə çıxıram? Yəni
nə deyim, o ilişdim. Aktarım məsələnmi? Hə. Sıxıntıda da, yəni vəziyyət evdə qalacaq yüzüm yoxdur. Bu Başa şəkildə düşürəm, necə? Elvin, hamının evində sıxıntısı olur da. Yəni böyük də problem ola bilər, balaca da. Yəni durub evdən çıxmırlar da. Mən durmuram da sürünə çıxıram. Zarafat eləmə qurbanın olum. Bəs indi sən nə edəcəksən bu gecə vaxtı? Neyin yiyəcəksən deyəndə ki, bilmirəm də indi. Açıq deyim, Ulyana ilk ağlıma gələcək qız sən ol deyə biləcəyim. Aha. Alınır gecəni sizdə qalmaq. Nə? Bizdə qalma? Ay yox, dəlisən sən. Dur elə mamam mənə Şaka lan şaka. Gül diye. çıxardıb atar çölə. Gəl dəlidir ki bu qız. Evə oğlan zat gətirər qalmaq o yüzdən. Aktarım məsələnmi? Bəs necə eləyək? Mənə bir ev ayarlayan Mərsan qalım orada. Bir gecəni heç 5-6 saatlıq qalım, sənsə durum cəhənnəm olmuşam gedim. Bilmirəm Elvin. Valla mən hardan bilim. Yenə də belə baxıb eləyərəm. Saytlara zada elanlara baxaram. Nəsə bir şey tapsam, Üstündə pul da yoxdur, ha, biləsən. göstərərəm sənə. Necə? Üstündə pul da yox. Hə, baxaram da indi çalışaram nəsə eləyim. Yəni saytdan falan tapa bilərsən. Dost tanışdan alınmaz, yəni saytdan tapa bilərsən ancaq. Hə, dost tanışdan deyəndə ki, yəni elə bir dostum yoxdur da. Evi ancaq saytdan zatdan tapa bilərəm. Puldan da ki, narahat olma da həll eləyərəm mən. Ay mən Əli qalx. Əli qalx qardaşım, Əli qalx. Oligarklar oradadır, krokodil balaları. Hülya xanım, Aycan. Haycanova Haycan. Siz bilirsinizmi ki, mən hal-hazırda video çəkirəm? Ha, həqiqi. Yo, yalandan bıtlaşıram, ev tap mənə. Aktarım məsələnmi? Qız dostlarıma bir gecəni sizdə qala bilərəm dedim. Hülya həqiqi video çəkirdim, zarafat edirdim də yəni. Həm yoxlayırdım, həm də video çəkirdim də. Ay maşallah. Düz deyirsən də, dəqiq heç bir problem falan yoxdur. Dəqiq video idi. 100%. Narahat olmayım ki. 100, narahat olma 100%. Şaka lan şaka. Gül diye. Həqiqətən Hülya çox sağ ol, yəni yanımda oldun. Kömək eləməyə çalışdın, yəni həqiqətən var ol. Və beləliklə belə bir videonun sonuna gəldik. Əgər videonu bəyəndinizsə aşağıdan videoya like atıb və kanalımıza abunə deyilsiniz, aşağıdan mütləq kanalımıza abunə olub bildirişləri açmağı unutmayın. Çünki əmin addımlarla 10.000 abunəyə doğru gedirik. Ona görə də bu videonu izləyib də nə qədər abunə olmayan kütlə varsa, çox xahiş edirəm aşağıdan kanalıma abunə olub bildirişləri açmağı unutmayın. Nə də olsa əlimizdən gəldiyi qədər sizin üçün əziyyət çəkirik. Ona görə aşağıdan videoya like atıb və kanala abunə olub bildirişləri açmağı unutmayın. Aşağıdan çıxan Instagram adresini də izləməyi unutmayın. Dediyim kimi YouTube'da aktiv olmadığım vaxtlar Instagramda aktiv oluram. Ona görə gəlib ora follow atmağı unutmayın. İndi isə sağ olun, salamat qalın. Gələcək videoda görüşmək ümidi ilə. Bye bye.